Bismillahirrahmanirrahim. Əziz qardaşlarım və bacılarım, bugünkü mövzumuz tövbə qapısı daim açıqdır. Bugün sizinlə çox mühüm və hər birimizin həyatına toxunan bir mövzu barədə danışmaq istəyirəm. Hər birimiz bəzən səhv edə bilərik. Bəzən bilərəkdən, bəzən bilməyərəkdən günaha düşə bilərik. Ancaq unutmamalıyıq ki, Allah Taala rəhman və rəhimdir. Onun mərhəməti bizim günahlarımızdan daha böyükdür. Quran-ı Kərimdə Allah Müteal buyurur: "De, ey nəfsinə zülm etmiş qullarım, Allahın rəhmətindən ümidinizi kəsməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayar." Bu ayə bizə ümid verir. Bizim etdiyimiz hər bir tövbə səmimi olduğu müddətcə Allah dərgahında qəbul olunar. Əsas odur ki, günahdan üz döndərib peşman olaq. Bir daha eyni səhvə qayıtmamağa niyyət edək. Bəzən insan şeytanın vəsvəsəsinə qapılıb düşünür: "Mən çox günahkaram, Allah məni bağışlamaz." Xeyr, bu şeytanın bizə qarşı tələsidir. Allah insanı bu qədər yaxınında saxlayarkən biz ona uzaq durmamalıyıq. Unutmayaq ki, ən böyük bağışlanmaq ümididir. Bəlkə elə bu dəqiqə, bu saniyə ürəkdən bir "Ya Rəbb, məni bağışla" demək bizim yeni bir başlanğıcımız olacaq. Allahın mərhəməti genişdir, tövbə qapısı bağlı deyil. Bizim isə o qapını döyməyə ehtiyacımız var. Gəlin bugündən başlayaraq səhvlərimizlə üzləşək, tövbə edək və Allahın rəhmətinə sığınaraq yeni bir səhifə açaq. Və sonda dua ilə bitirək. İlahi, sən bağışlayanların ən xeyirlisən. Bizə öz mərhəmətinlə yanaş. Səhvlərimizi bağışla. Qəlblərimizi tövbə ilə yumşalt. Bizi özünə yaxın et və yolundan ayırma.